Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akıbetu lil muttaqin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve la'netullah ala a'daihim ecmaîn. Allahumme aczil ve likel ferec. Mən mövzumuzun bu hissəsindəyik ki, artıq danışacaq İslam dünyası qeybət-i suğra zamanında. Bilirik ki, tarixdən qeybət-i suğra artıq Abbasi xilafəti dönəminə düşübdü ki, onlardan bəzilərinin xəlifəlik dövrü qısa olub, bəziləri də uzun olubdu. Və onlardan birinci Muhammed ibn Mütəvəkkil, Möhtəmid Əlallah deyiblər, ləqəb olaraq Hicri 256-da və 279-cu illər arasında hakimiyyətdə olubdu. Yəni Möhtəmidin hakimiyyəti və onun dövründə baş vermiş hadisələr barəsində ki, biz köhnə bəhsimizdə də danışmışdıq. Ona görə istəmirəm uzunçuluq olsun. Keçən dərsimizdə danışdıq, qeydlər vurdıq, hansı işləri, cinayətləri görür, əməlləri nə olur və s. Möhtəmid siyasi və hərbi məsələləri ümumiyyətlə müdaxilə etmirdi və xəlifə adı daşıyırdı. Belə ümumi olaraq və orduya, siyasi işləri onun qardaşı Vəliəhdi Əbul-Abbas Müvəffəq adında şəxs idi. O başçılıq edirdi. Möhtəmid Abbasin də uzun müddətli xilafəti dövründə Abbasi hökumətinin bir sıra siyasi hadisələr qorxudurdu ki, onlardan biri də Bəsrə və Xuzistan bölgəsində baş verən zəncilərin qiyamı idi. Ki, qaradərilər qiyam eləmişdi və bu qiyamın da başçısı özünü Ələvi olaraq qələmə verirdi ki, Əli əleyhissalam yəni övladlarından, ailə üzvlərindən gələn kimi. Ki, Təbəri özünün tarix kitabının 9-cu cildində yəni bu haqda məlumat verir. Ki, və 15 il davam edən bu qiyam Abbasi hökumətinə xeyli ziyanda vurur. 15 il bu qiyam davam edir. Möhtəmid hakimiyyətinin başqa bir problemi isə müsəlman torpaqlarında baş qaldıran və siyasi cəhətdən müstəqillik iddiasında olan şəxslər idi. Və daha çox problem yaradan şəxs Abbasi hökumətinə aradan getmək təhlükəsini hətta üz-üzə qoyan Sistan məntəqəsindəki Yaqub binli Səfvari adlı şəxsin qiyamı idi. Ki, Möhtəmidin hakimiyyətin son illərində isə baxırıq ki, İsmaillərin ifratçı qolu olan Qərmətilər ki, İsmailiyyə firqəsinin bir qolu idi Qərmətiyyə. Bunlar Kufədə fəaliyyətə başlayırlar və uzun müddət hakimiyyəti özləri ilə, belə deyək ki, qarışdırırlar, başlarını qatırlar, o qədər çaxnaşma salırlar. Möhtəmid Abbasi həddən çox eş-işrət, içki düşkünü olduğuna görə də elə o vəziyyətdə də cəhənnəmə vasıl olub. Yəni onun hakimiyyəti illəri 12-ci İmamın Əcəllah Fərəcəhin birinci iki naibinin dövrünə təsadüf edibdir və şiələrin də bu dövrdəki vəziyyəti çox çətin olubdur. Sonraki xəlifə Mü'təzid Billah yaxud da Əhməd ibn Müvəffəq adında olan şəxs olubdur. Möhtəmid onun vəliəhdi, hələ Möhtəmidin zamanındakı hakimiyyətə yiyələnmiş Əbul-Abbas Müvəffəqin oğlu idi. Amma Möhtəmidin ölümündən belə deyək ki, bir il əvvəl ki, o özü dünyadan köçür Əbul-Abbas. Və onun hakimiyyətini kiçik qeyb dövründə Abbasi xilafətin ən qüdrətli dönəmi hesab edirlər tarixçilər ki, niyə? Çünki o xilafəti möhkəmləndirmək üçün döyüş və idarəçilik işlərində atasının yolunu davam elətdirirdi. Yəni Əbul-Abbas Müvəffəqin yolunu davam elətdirirdi və qərmətlərə qarşı atdığı addımlar lazım nəticələr vermir. Onlar Bəhreyn və Şam bölgəsində nüfuz qazanırlar. Və xəvaric və zəncilərin qalıqları ilə də münaqişəsi var idi. Möhtəzid kobud, ciddi və hökumət məmurları, müxaliflərə qarşı çox sərt adam idi. Məsudi hətta deyir, onun ki, öz əsərində Məsudi onun haqqında qeyd edir, deyir ki, hətta çox sərt müəyyən hərəkətlərin sahibi idi və əvvəllər də Ələvlərə qarşı münasibəti çox sərt idi. Amma deyir, yuxuda Əli əleyhissalam ilə görüşəndən sonra mövqeyi dəyişir və mülayim, mehriban rəftarı başlayır və hətta Təbəristandakı Zeydi Ələvləri ilə dostluq qurur. Deyir, onun hətta tədbirləri xilafət işlərində nizam-intizamın yaranmasına gətirib çıxarır və saray əyanlarına, xüsusilə də türklərin ölkə idarəçiliyinə olan müdaxilələrini bir müddət azaldır. Daha sonra Əli ibn Möhtəzid yaxud da Muqtəfi Billah
ləqəbi ilə tanınan xəlifə hakimiyyətə gəlir. O da Hicri 289-295-ci illərdə hakimiyyətdə qısa müddətdə olur. Ki, bu qısa müddət dövründə də onunla siyasi müxalifləri, yəni yerli üsyançılar, mərkəzi hakimiyyətdən ayrılmaq istəyən əmirliklər arasında münaqişələr olur. Küfə və İraqda qərmətləri aradan aparmaq üçün çoxlu pul xərcləyir. Qərmətlər böyük nüfuz qazanır. Onun dövründə hətta Abbasi xilafəti yenidən zəifləməyə başlayır. Ki, fərq bu olur ki, bu dəfə Abbasi sarayına hakim kəsilən türk sərkələrdə yox, əksinə şiə və qeyri-şiə ərəb vəzirləri və hərəm qadınları olur. Yəni, sistem bu cür dəyişir. Amma əvvəllərdəkində türklər daha hakim rol oynayırdılar. Digər xəlifə daha sonra gələn Muqtədir Billah ləqəbi ilə tanınan Cəfər ibn Mötəzid idi. O da 295-ci Hicri qəməri ilindən ta 320 Hicri qəməriyə qədər hakimiyyətdə olur. Ki, bu da deməli, belə deyək ki, Muqtədir özü xilafətə 13 yaşında gəlir. Və kiçik qeyb dövrünün ən uzun müddətli hakimiyyətinə sahib olur. Amma uzun müddət onun qüdrətli olmağını dəlalət eləmir. Çünki ölkənin idarə olunmasında heç bir qüdrəti yox idi. Saray əyanları eş-işrətlə məşğul idi, bütün qərarları özləri qəbul edirdi. Saray qadınlarının ölkə işlərinə müdaxiləsi də bu dövrdə özünün ən pik həddinə çatır. Həmçinin hərbiçilər itaətsizlik eləyir, vəzirlik kreslosu uğrunda siyasi arenada tanınmış adamlar arasında mübarizə gedir və vəzirlərin saray məmurlarının seçilməsində əsas rüşvət rol oynayır, yaltaqlıq rol oynayır və xilafət dövründə 13 vəzirin təyin edilməsi hökumətin siyasi zəifliyi və bacarıqsızlığını göstərirdi ki, yəni bir adamın bu cür hakimiyyəti dönəmində xəlifənin 13 dənə vəzir dəyişir. Nə qədər boşluq var. Və bu dövrdə şiəliyin İsmailiyyə qolunda olan Fatimilər Afrikanın şimalında hakimiyyətə gəlirlər və Abbasilərin sonradan Misir və İraqdakı torpaqlarını ələ keçirmək üçün dəniz yolu ilə hücuma başlayırlar. Və Muqtədirin 25 illik hakimiyyəti ordunun qiyam eləməsi və onun öldürülməsi ilə sona çatır və onun hakimiyyəti 12-ci İmam Əccallah Fərcəhin 3-cü xüsusi naibi Hüseyin bin Ruh Nubəxti rəhmətullah əleyhin naibliyi ilə eyni dövrə təvafuq edir. Və daha sonra hakimiyyətə Əhməd ibn Mötəzid yaxud da Qahir Billah kimi tanınan xəlifə gəlir. Qahir güclü olmağına baxmayaraq, o da çox az müddət hakimiyyətdə olur. Hicri 320-də hakimiyyətə gəlib, 322-ci ildə ölür. Saray əyanlarına, vəzifələrinə qarşı öz rəhimsizliyinə görə hakimiyyətdən uzaqlaşdırılır. Gözləri kör olunur, zindana salınır. 13 il sonra dilənçi geyimində zindandan qaçır və xarabalıqların birində ölür. Daha sonra ondan sonra hakimiyyətə Əhməd bin Muqtədir, yəni Xəlifətur Razı Billah kimi tanınan şəxs gəlir. O da Hicri 322 və 329-cu illərdə hakimiyyətdə olub. Ki, Əhməd ibn Muqtədir xilafət başına keçəndə vəzirlərin, saray əyanlarının təsirini azaltmaq üçün yeni plan qurur. Abbasi sarayında xəlifədən sonra ikinci ən böyük məqam olan Əmir-əl-Umara, yəni əmirlərin əmiri vəzifəsini yaradır. Bu siyasi və idarəçilik məqamı uğrunda da əmirlər və saray əyanlar arasında rəqabət meydana gəlir. Yəni bunun gətirdiyi islahat əslində faydalı olmur. Və hətta nəinki xəlifənin əyanlarını əl-qolunu yığışdırmaq istəyir həyata keçmək, hətta xəlifənin qüdrətini daha da zəiflədir. Və Əmir-ül-Umara məqamına yiyələnmək üçün əmirlər, hərbiçilər, vəzirlər arasında çəkişmələr ki, nəticədə Əhməd ibn Muqtədir, yəni Xəlifətur Razı Billahın belə deyək ki, dövründə özünün ən pik nöqtəsinə çatır və Abbasi xəlifəsi vəziyyəti nizamlamaq, əmirlik iddiasında olanları sakitləşdirmək üçün müxtəlif mənsəb sahiblərinə ki, məxsus təşəddüd deyilir ki, tarixi mənbələrdə İbn Raiqdir, Həmədanilərdir, türk sərkələrində ağız açır, çünki özünün hər hansı bir ixtiyarı, qüdrəti, gücü yox idi. Və belə bir siyasi şəraitdə, vəziyyətdə də tam gücsüz, zəif vəziyyətə düşən Abbasilər nəhayət ki, Muizzud-Dövlə deyiləminin Bağdada gəlişi, şəhərin nəzarəti tam ələ keçirməsi və müstəkfinin dövründə Əmir-əl-Umara məqamının ona verilməsi ilə bir əsrdən artıq hökmranlıqdan sonra hakimiyyətdən kənarlaşdırılırlar və hökumət birbaşa bu veyhilərin əlinə keçir artıq və Abbasi xilafəti süquta uğramış sayılır.
Amma halbuki onların vaxtı var idi ki, hakimiyyəti Əməvilərdən alanda da nə adını almışdılar? Əhl-i Beyt əleyhissalamın haqqını güya əda etmək, yerinə yetirmək adı ilə bunu etmişdilər. Amma əslində isə elə Əhl-i Beyt əleyhissalamı qətlə yetirib öldürənlərdən oldular. Mahiyyət bu idi. Və 3-cü Hicri əsrinin belə deyək ki, ilk yarısında bir sıra siyasi hadisələr özünün Abbasi hökumətinə qarşı qiyamlar şəklində üzə verdi. Əsasən də Ələvilərin, Şiələrin və Şiəliyə bağlı olan şəxslər rəhbərliyi ilə baş verən qiyamlar Şiə düşüncəsinin İslam dünyasına yayılmasından xəbər verirdi. Və bu siyasi hərəkatları mərkəzi hökumətin zəifliyi və İslam dünyasında siyasi parçalanma və bölünmələrlə nəticələnən siyasi dağınıqlıq hesab etmək olar. Abbaslar əleyhinə baş verən üsyanların daha qədim kökləri var və bu sülalənin də hakimiyyətin ilk illərinə qayıdır. Yəni 12-ci Mamun Əcəllah Fərəcəhin qeybi dövründə, qeybə yaxın yaxda olan illərdə baş vermiş hərəkatlara biz baxsaq, Möhtəsimin zamanında İranda baş verən hərəkatlara işarə edə bilərik ki, Babək Xürrəminin məsəl üçün qiyamı, Abbasiləri təhdid edən təhlükəli bir hərəkat idi. Məsələn ki, Möhtəsim vaxtında bu baş vermişdi və Məmunun zamanında da Möhtəsimin dövrünə kimi onları özü ilə məşğul edib başlarını bu qiyamla qatıb çox ağırtdı. Və Möhtəsim Babəkin qiyamını yatırandan sonra Təbəristanda Maziyər ibn Qarunun ki, o şəxsdə Qarun sülaləsi vardı, onların əmri idi, başçısı idi. Həmin onun başçılığı ilə ki, üsyan baş vermişdi, o üsyanı da yatızdırır. Sonra Zəncilərin qiyamıdır dediyimiz kimi ki, Kiçik Qeyb dövründə astanasında İraqın cənubunda Xuzistan bölgəsində baş verdi. Abbasi dövlətini bir müddət ciddi sarsıtdı. Qiyamıdır Əli ibn Muhammed adında bir şəxs başçılıq edirdi. Özü tərəfdarları əsasən bu bölgənin belə deyək ki, Afrikadan gəlmiş qaradərili zəncilərindən idi. Ona görə də onlara Zəncilər qiyamı deyə ad qoymuşdular. Və xəlifə Mötəmidin qardaşı Müvəffəq bir neçə zəncilərə qarşı vuruşdu və başçılarının ölümü ilə də qiyamı yatızdıra bildilər. Sonra Zeydilərin ki, qiyamı baş vermişdi. Bu qeyb dövrü ərəfəsində Ələvi hərəkatlarından danışılanda qeyd olunur ki, Muhammed bin Qasım Zeydinin başçılığı ilə 219-cu Hicri ilində Taliqanda baş vermiş bir qiyam idi və bir çox Xorasanlıları özünə cəlb etmiş qiyamı ki, əhatə eləyirdi. Amma Möhtəsimin əsgərləri tərəfindən tutularaq zindana salınır və mütəvəkkilin vaxtında orada ölür. Zeydilər Müstəinin ki 252 Hicri qəmərində ilində cəhənnəmə vasil olun. Onun hakimiyyəti vaxtında da hökumət əleyhinə bir neçə üsyana qalxırlar və həmin qiyamların ən böyüyü Yahya bin Ömərin Kufədə qaldırdığı üsyan olur. Onun qiyamının belə birbaşa iqtisadi durumunun yaxşılaşması ilə bağlılığı var idi. O hər kəsi ki Əruda min Ali Muhammed sallallahu aleyhi və aleyh ki, Ali Muhammedə razılığını əldə etmək üçün dəvət edirdi. Amma onun hərəkatı qələbə qazana bilmir və Abbasi sərkərdəsi təkbətək döyüşdə öldürülür və Həsən ibn Zeyd Ələfinin 254-cü Hicri ilində etdiyi qiyam Təbəristanda uğur əldə edir və Ələvilərin 70 il davam edən əmirliyinin yaranmağına səbəb olur. Sonra məsəl üçün digər hadisə Zeydlərdən də başqa İsmaililərin qiyamı baş verir ki, Abbasi hökumətinə qarşı qiyam qaldırmış ki, qruplardan biri idi. Onlar İmam Sadiq əleyhissalamın şəhadətindən sonra öz planlarını gizli şəkildə İslam dünyasının müxtəlif yerlərinə göndərirlər. Məxfi təbliğatçıların vasitəsilə həyata keçirirlər və onların məxfi dəvəti o qədər mürəkkəb idi ki, uzun zaman ötməsinə baxmayaraq bu qədər geniş araşdırmalardan sonra onların bu dövrdəki imamların adları və nişanələri, rəhbərləri, dəvətçilərin kimliyi də məlum olmurdu. Yəni o qədər qarışıq və gizli idi. İsmaillər bu minvalla ta 296-cı Hicri ilində Tunisdə ilk rəsmi İsmailiyyə dövlətinin yaranması nəticədə hərəkata başçılıq edə bildilər. Yəni Fatimlər dövləti yarandı nəticədə. Daha sonra bu ərəfələrdə olan dediyimiz kimi Qərmətilərin qiyamı idi. Ki 3-cü Hicri əsrinin ikinci yarısında, Kiçik Qeyb dövrünün əvvəllərində və İsmailiyyə dövlətinin davamı olaraq başlanan Qərmətlər hərəkatını ki, Həmdan bin Əşəs Qərmətin adı ilə bağlı idi və bu hərəkat 261-ci Hicri ilində
Mötəmidin xilafəti dövründə İraqda başlayır və Şama, Bəhreyinə qədər hətta yayılır. Qərmətlər hərəkatı ilk olaraq Kufədə başlayırlar. İraqda uğur qazanmadıqları üçün istiqaməti Şama götürürlər və böyük bir hərbi əməliyyat hazırlayırlar. Hətta Şamda Zəkriyə ibn Məhruyə Farsi övladlarının köməyi ilə öz hakimiyyətini möhkəmlətmək üçün çox səy göstərir. Uğur qazana bilmir, hamısı öldürülür və bununla da Qərmətlərin Şamdakı fəaliyyəti bitir. Ancaq Qərmətlilər Bəhreyində Əbu Səid cənabı ilə ittifaqa girirlər və üstün mövqe əldə edə bilirlər. Əbu Səid bu məntəqədə Qərmətlilərin hakimiyyətin əsasını qoyur və oğlunun zamanında ən yüksək zirvəsinə çatır. Həmin dövrdə Bəhreynin tabiçiliyində olan Həcər, Əhsa, Qətif kimi şəhərlərdə Qərmətlərin hakimiyyəti altına keçir. Onun da canişin olaraq tayin olunur Əbu Tahir Süleymanı olur. Onun vaxtında Qərmətlərin düşüncəsində böyük azğınlıqlar meydana gəlir. Müdafiəsiz müsəlmanların əmlakının qarətidir, öldürülməsidir. Bu kimi cinayətlərə əl atılır. Və öz hakimiyyətini o şəxs genişləndirmək üçün də Əhvaza, Bəsrəyə, Kufəyə hücum edir. Məkkəni qarət edir. Əbu Tahirin ölümündən sonra daxili çəkişmələr səbəbindən Qərmətlərin Bəhreyindəki hakimiyyəti tənəzzülə uğrasa da məntəqədə 5-ci belə deyək də Hicri əsrinin ortalarına kimi yerli zəif əmirliklər mövcud idi. Və belə deyək ki, burada diqqət olunması bir məqam da budur ki, 12 imamçı şiyələr imamların yolu ilə gedərək və başqa amillərdən inqilabi hərəkətlərə qoşulmaqdan, siyasi addımlatmaqdan çəkinirdilər. Ama Şiəliyin və Əhl-i Beyt əleyhissalamın adı ilə əlaqələndirilən digər qrupların, Zeydlərin, İsmailə hərəkatları çox onlar üçün problemlər yaradırdı. Yəni həm imamların dövründə istil olsun, onlar üçün problem yaradırdı, həm də kiçik qeyb dövründə aşağı şəkildə müşahidə edilirdi. Çünki xilafəti ələ keçirmək, Abbasi xəlifətinə qarşı mübarizə aparmaq üçün ictimai nüfuza malik olan yeganə qrup Əhl-i Beyt əleyhissalam idi. Ona görə də Abbasilər imamların adından və nüfuzundan qorxub onlarla sərt rəftar edirdilər. Məsələn, İmam Sadiq əleyhissalamın Mənsur Abbasinin, İmam Musa Kasımın Harun Rəşidin, İmam Hadir əleyhissalamın Təvəkkilin ki, xilafəti illərində beləcə çətinliklərlə üzləşməsi, Muhammed Nəfsi Zəkiyə, Hüseyin ibn Əli ibn Həsəni fəxr şəhidi, Muhammed ibn Qasimi qiyamlarına əlaqəsiz deyildilər. Nəticədə kiçik qeyb dövründə də şahid oluruq ki, nədir? Hüseyin bin Ruh o vaxtı İmam Cəbal Cəvla Fərəcəhin 3-cü naibi idi və onun siyasi hamisi, köməkçisi, belə deyək ki, vəzir Əbülhəsən bin Fərad Qərmətlilərlə əməkdaşlıq etməkdə ittiham olunub, birbaşa həbsə, sonra da edama göndərilir. Bununla belə Həmdanilər, bu veyhilər kimi bəzi şiə şəxsiyyətləri həmin bu belə deyək ki, hakimiyyəti qurmağı şəxsiyyətlər əsasında bacardılar. Bəziləri də Abbasi hökuməti daxilində malik olduqları nüfuz sayəsində siyasi idarəçilik mövqeyi qazandılar. Vəssalam. 11-ci imamın şəhadəti, qeyb dövrün başlanması ilə şiyələr, yəni yeni şəraitlə, vəziyyətlə qarşılaşdılar və imamın yoxluğu, həmçinin imamət və naiblik iddiasında olanların meydana çıxması ilə də yanaşı Abbasi hökuməti tərəfindən yaradılmış problem də çətinliklərdə şəraiti daha da ağırlaşdırdı. Yəni bir növ belə deyə bilərik də biz vəziyyəti dəyərləndirsək. Ki, nəticədə şiələrin əsas problemi hökumətin 11-ci imamın canişinini, yəni özündən sonraki olan varisini tapmaq təhlükəsi, həmçinin 12-ci imamın Əcələ Fərəcəhin fəaliyyətlərinin hökumət tərəfindən xeyli məhdudlaşdırılması və onların vəkillərinin ələ belə deyək ki, keçirilməsi üçün səy göstərməsi idi.
Hökumət casusların, satqınların, belə ki, imamın vəkillərini tutmaq üçün gizli fəaliyyət göstərməsi və imamın bundan da xəbər tutub öz vəkillərinə məktub yazıb onları cəmaatdan nəsə götürməkdən çəkindirməsi barəsində də məlumatlar var. Görürük ki, biz Kafirdə, bizə digər hədis kitablarında. İmam əleyhissalam vəkillərindən birinə yazdığı hətta başqa bir məktubda hökumət məmurlarını şiələri həbs etmək niyyətində xəbərdar olduqları üçün şiələri Kazimeyni ziyarət etməkdən çəkindirir. Hətta o dərəcədə. Yəni İmam Kazım əleyhissalam, İmam Cavad əleyhissalamı ziyarət etməkdən çəkinir. Ki, niyəsə nəzarət edirlər və həbs edirlər. Bu dərəcədə. Və beləcə vəkillər, alimlər nəinki təkcə özünü və şiələrin canını qorumaq üçün təqid etməli, həmçinin İmam Həsən Şiəli əleyhissalamın övladının olmağını gizli saxlamaq üçün də çalışmalıydı. Yəni Abbasi, belə deyək ki, xəlifəsi hakimiyyətinin, yaxud belə deyək ki, bu övladın yəni axtarışı üçün tədbirləri, yəni sonuncu imam üçün axtarışlarının tədbirləri İmam Həsən Şiəli ölüm yatağında olarkən hətta başladı, can verməmişdi. Artıq bu işə başladılar. Və təbiblər, saray gözətçiləri imamın evinə gəlib gedib hər şeyi nəzarətdə saxlayırdılar. İmamın şəhadətindən sonra xəlifə Möhtəmidin göstərişi ilə Həzrətin belə deyək də evində diqqətlə axtarış aparılır və onlar emal edir ki, bir növ belə deyək ki, İmam Həsən Əskəri əleyhissalam, yəni övladının olmağını gizli saxlamaq üçün də çalışırdılar. Abbasi hakimiyyətinin bu övladın yəni axtarışı üçün tədbirləri İmam Həsən Əskəri əleyhissalamın yatağındakı başladı, o şəhadət yatağında olanda. Ki, bunlar hətta evi, ətrafı nəzarətdə saxlayırlar dediyimiz kimi. İmamın şəhadətindən sonra da xəlifə Möhtəmidin göstərişi ilə imamın evində ciddi araşdırma aparılır və imamın özündən sonra övladının qalmamağı haqqında yəqinliyə çatırlar. Ki, amma İmam Əskəri əleyhissalamın şəhadətə yetişməsindən xəbəri olmayan, qumdan olan bir qrup şiənin Samirəyə gəlməsi səbəb olur ki, xəlifə Möhtəmid imamın övladını tapmaq üçün o Həzrətin evində yenidən axtarış aparılma məsələsini belə deyək ki, bir növ qaldırır. Yəni mahiyyət olaraq. Və axtarışlar üçün əmr verir, lakin bu axtarışlar da yenə bir nəticə vermir. Yəni bu hadisələrin ardınca təqiyyə riayət etmək üçün Osman bin Səid Əl-Əmri, İmam Zaman Əcəzəullah Fərcəhin ilk naibidir ki, Bağdada getmək niyyəti ilə Samirədən çıxır və sonra imamın vəkilləri fəaliyyətlərini bu şəhərdə davam etdirirlər. Çünki beləcə həm Möhtəmidin xilafətinin sonlarına kimi Samirədə olan xilafət sarayından uzaqda olurdular, həm də Bağdad kimi böyük şəhərə daha az diqqət cəlb edirdilər. Ondan sonra da Möhtəmidin hakimiyyətinin sonlarına kimi İmam əleyhissalamın naibləri, vəkillərinin səylə nəticəsində həmçinin Abbasi hökuməti daxilindəki çəkişmələr səbəbindən şiələr daha az çətinliklə üzləşirdi. Ona baxmayaraq İmam əleyhissalamın məktubunda və naiblərin davranışlarında təqiyyə etməyə və hətta imamda belə deyək də çəkinmədiyi belə çəkinişlərə təkid edirdilər yəni. Baxın, məsələn, xəlifə Mötəzid var idi. Mötəzidin məlunun Hicri 279-289-da hakimiyyətdə olub. Ki, xilafət başına gəlməyinə şiələrin vəziyyəti daha da çətinləşir. Kobud, rəhimsiz bir adam idi, çox qab adam idi və onun xilafəti dövründə qılıncı qandan dayanmırdı. O dərəcə ki, bu formada idi. Abbasi hökuməti casusları şiələri nəzarət altında saxlayırdı və onların xülasə məhəllələri və olduqları yerlərdə axtarış aparırdılar. 282 məsəl üçün Hicri ilində xəlifə Mötəzidin göstərişi ilə Kufə şiələrini nəzarəti daha da gücləndirirlər. Çünki Təbəristan ərəblərinin Kufə şəhəri və ərəblərinin hökumət casusları belə deyək də Kufədə qiyam planından əvvəl planlamışlar.
Yəni belə deyək ki, həmin bu Mötəzid ki, sərt və kobud adam idi, xilafəti dövründə şiələrin repressiyası başlandı. Hətta onun dövrünü şiələrin repressiya ili kimi, dövrü kimi təqdim edirlər. Şeyx Tusi rəhmətullah əleyh belə deyir ki, onun qılıncından qan damırdı. Yəni hətta rəğbədə gətirir ki, o dərəcədə vəziyyət o həddə idi. Və nəticə olaraq Abbasi hökuməti casusları, yəni şiələr nəzarətində saxlayırdı, onların məhəllələr olduqları yerdə axtarış aparırdı ki, nəticədə 282-ci hicri ilində xəlifə Mötəzidin göstərişi ilə Kufə şiələrinə nəzarət daha da güclənir və hökumət casusları ələvlərin Kufədə qiyam planından xəbər tutub, onların başçısını həbs edir və çoxlu işgəncə verib öldürürlər. Görünən də bu idi ki, şiələrin bu dövrdə təqiyyə etməsinə və gizlin səylərinə baxışına hökumət 11-ci imamın övladının olmağından şübhələnmişdi. Ona görə şiələrdən və imamın vəkillərindən bəzilərini həbs eləmişdi. Hətta əlavə olaraq imamın köhnə evində də axtarış aparmaq, orada qarşılarına çıxan hər kəsi öldürmək məqsədilə xüsusi əsgərlərini Samirəyə də göndərmişdi. Və şiələrin o dövrdə üzləşdiyi hökumətin onlara qarşı, belə deyək ki, baskılarını artan çətinliklərdən biri də baş verən siyasi hadisələr, şiəliyə nisbət verilən digər firqələrin hökuməti istəməyərək bütün şiə cəmiyyətinə qarşı pis düşüncədə edən qiyamlar idi. Ki, məsəl üçün, İsmailiyyə cəryanının bir qolu olan qərmətlərin Kufə və İraqda başladığı, sonradan Bəhreyn və Suriyaya yayılan ifrat hərəkətlərini göstərmək olar. Onlar bu hərəkətləri şiələrin ümumi siyasi rəhbərinə zidd olsa da şiələr üçün baş ağrısını çevrilirdi. Yəni çox problem yaradırdılar. Amma məsəl üçün mahiyyət olaraq şiələr belə deyək də müsəlman şəhərlərində müxtəlif sahələrdə çalışırdılar. Ticarət, istehsal, xidmət sahələrindən də başqa, həmçinin müəllimlik, tərbiyəçi, məsəl üçün kitab satmaq məsələn və s. Ki, onlardan hətta bəziləri Abbasi hökumətinə daxil olaraq orada inzibati və təşkilatı işlərdə işləməyə başlamışdılar. Və Abbasi hökumətinə nüfuz etməsi olması sonradan baş vermişdi. Yəni bu sahədə də bir dənə diqqət çəkən digər bir məqam budur ki, nüfuzlu şiə qəbilələri arasında siyasi meyl və aktivliyin yaranması idi ki, şiələrin daha çox bir dəstəyə, bir qrup şəklində çıxış etməyinə səbəb olurdu. Bu da xilafət rəsmilərində, əhl-i sünnət olan mənsəb sahiblərindən şiələrə daha ciddi və sərt edilməli bir qadağalar, həddlər olmasını bəyan edirdilər və Bəni Həmdandır, Bəridiyandır, Ali Buyədir, bu kimi cəmaatı, məsəl üçün, davamçılarının meydana gəlməsi və onların əmirül umara, yəni o dediyimiz əmirlərin əmiri vəzifəsində yüksək məqamlara yiyələnmək, müstəqil əmirliklər yaratmaq və xilafətdə də qüdrət əldə etmək uğrunda göstərdikləri səyləri buna şahid edə bilmək olar. Yəni, bu addımlar müəyyən həddə və müəyyən bir dövrdə şiələr üçün daha münasib bir vəziyyət yaratsa da, şiə cəmiyyəti sonradan sünni məzhəbindən olan hakimlərin reaksiyalarından qaynaqlanan daha çətin bir şəraitlə üzləşdi. Və İran, İraqda Səlcuqilər, Misirdə Əyyubilər dövlətinin yaranması və onların şiələrin əleyhinə geniş miqyaslı hərəkətlərini müşahidə etmək mümkündür. Elhamdülillah Rabbil Aləm.